Dünya okeanı təkcə həyatın beşiği deyil, həm də iqlimin tənzimləyicisidir. O, əsrlər boyu atmosferin temperaturunu tənzimləyərək planetimizin balansını qoruyub. Amma bugün o özü bizim onun qorumağımıza ehtiyac duyur. Əks halda biz hər şeyi itirmək riski ilə üzləşirik. Bəs əgər mühüm əlavə dəyişikliklər təkcə bizim istixana qazları əlavə etdiyimiz atmosferdə deyil, həm də günəş tərəfindən qızdırılan ən böyük sədd olan okeanda da baş veribsə, okean günəşdən böyük miqdarda istilik udur və saxlayır. Su yavaş qızır və havadan daha uzun müddət istiliyi saxlaya bilir. Bu, yer kürəsində temperatur dəyişikliklərini yumşaltmağa kömək edir. Bu, əslində yer kürəsinin termostatıdır. Gəlin, onun diaqnostikasını aparaq. 2023-cü ildə okean səthinin temperaturu müşahidə tarixi boyunca ən yüksək səviyyəyə çatdı. 2024-cü il isə artıq 2023-cü ilin bütün rekordlarını üstələyir. Beynəlxalq Alimlər Qrupunun 2020-ci il məlumatlarına görə son 30 il ərzində okeanın isinmə sürəti düz 450% artıb. Bu, həqiqətən də şok edicidir. Alimlər hesablayıblar ki, okeanın hazırki sürətlə qızması üçün ildə hər saniyə Hiroşimaya atılmış 7 atom bombasının partlamasına bərabər enerji lazımdır. Təsəvvür edin. Bu necə inanılmaz bir enerji miqdarına bərabərdir və sual yaranır. Bu qədər enerji hardan gəlib?